Xoş gördük sizləri Hüquq Laboratoriyasında. Bugünkü qonağımız, dəyərli həmkarımız, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Qasım Şaliyev. Xoş gəlmisən, Qasım. Xoş gördük. Necə Təşəkkür gəldin? edirəm ki, dəvət elədiniz. Xoşdur, biz təşəkkür edirik ki, Necə dəyərləndiniz. gəldimi, maşını saxladım, biraz yol gəldim, gəldim saxladım. Hə, lap əla. Qasım müəllim, biz bu gün istəyirik ki, ailə münasibətlərindən, o cümlədən nikah müqaviləsindən bəhs eləyək bir qədər. Bu nikah müqaviləsi əslində çox qanunvericilikdə xüsusi yeri olan bir institutdur, amma təcrübədə o qədər də rastlaşmır. Cəmiyyətdə yeri olmayan bir Bəli, bəli. Biz bu barədə istəyirik bir sizin fikirlərinizi də alaq. İlk olaraq nə deyə bilərsiniz bu barədə? Ümumiyyətlə düşünsək ki, düzdür, indi biraz boşanmaların sayı aktualdır və hər kəsi narahat eləyir. Amma düşünürəm ki, boşanmaların sayısı bu səviyyədə olmasaydı belə, yenə nikah müqaviləsi aktual bir məsələdir və belə deyək də, əgər bir ailənin belə həyatında bu bir dəyər yaradacaqsa, düşünürəm ki, bu nikah müqaviləsi o qədər faydalı bir institutdur. Sadəcə bizdə biraz yanaşma biraz qəribədir. Kimə mən nikah müqaviləsi barədə bir mövzu açanda əşi bir o qalmışdı. Tutaq ki, yaxın qohumlardan, tanışlardan evlənəndə deyəndə ki, bir nikah müqaviləsi, sadəcə bir belə deyək də bir ideya olaraq verəndə bizə bir tərs baxılır. Bizdə o şey var, deyir, başımıza ağlı çıxıb. Məsələn, gedib bir diplom alıb gəlib başımıza ağlı çıxıb. Belə bir format olur. Ona görə təəssüf ki, amma düşünürəm ki, nə qədər cəmiyyətdə maariflənmə olsa bu istiqamətdə, münasibətlərin düzgün zəmində formalaşması üçün insanlarımız, cəmiyyət bunun faydasını görəcək və onda belə deyək də bunu təklif edən və hüquqşünaslara, vəkillərə də başımıza ağlı çıxıb yox, həqiqətən də onların həyatına bir töhfə verən bir insan kimi görəcəklər. Biraz zaman lazımdır. Qasım müəllim, belə bir sual. Səncə nikah müqaviləsi sevginin sığortasıdır, yoxsa boşanmanın proqnozu? Baxır hansı aspektdən baxırsan. İndi əslində cəmiyyətdə bu nikah müqaviləsinin bu qədər yer tutmamasının əsas səbəbini ilk etiraz bundadır. Dünən bir platformada da eyni məsələ oldu. Deyir, başa düşmürük. Biz evlənirik ki, boşanmanın sözünü plan quraq. Qulağa xoş, belə deyək də, ağlabatan gəlir. Amma düşünək ki, belə deyək də, indi mən kommersiya hüququ mütəxəssisəm, iki şirkət yeni bir proyekt qururlar, nəticə etibarilə. Çox detallı belə müzakirə edirlər, onu bir mətnə köçürürlər ki, belə olsa belə olacaq, belə olsa belə olacaq. Nəticə etibarilə düşünək ki, ailə dövlətin təməlində olan bir vacib bir institutdur. Amma tamam doğru, o müəyyən hisslər, qarşılıqlı hörmət, sevgi hisslərlə ortaya gələn bir belə deyək də izdivacdır, bir ittifaqdır. Amma nəticə etibarilə bu ittifaqın sevgi ilə yanaşı gündəlik qayğıları, həm də maddi, əmlakla bağlı olan hissələr də var. Yəni bu sevgi, qarşılıqlı hörmətlə qurulan bu ittifaqın həmin hissəsini düzgün tənzimlənməyəndə onda nə baş verir? Onda baş verir ki, sabah bu hisslər gedəndə bu hər hansı bir səbəbdən keçən illərin insana təsiri, ola bilsin tərəflərin bir-birinin münasibətlərinin gərginləşməsi və s. onda bu bir tərəfdə, yəni o maddi olan hissədə olan istənilən bir anlaşmazlıq buradakı o hissləri biraz da düşmənçilik səviyyəsində gətirir. Bu ümumiyyətlə bütün cəmiyyət bundan belə deyək də əziyyət çəkir. Necə əziyyət çəkir? Bu domino effektidir də. Boşanmış bir cütlük gedir o mənfi enerjisini iş yoldaşlarına ötürür. Həmin iş yoldaşı gəlir axşam evdə uşaqları ötürür. Uşaqlar səhər gedir məktəbdə müəllimlərinə, sinif yoldaşlarına. Bütün cəmiyyət bundan təsirlənir. Yəni ona görə biz indi baxsaq ki, biz evlənirik ki, onunla bağlı boşanmanın proqnozunu verək. Yox, deyil. Sadəcə olaraq məsələləri daha doğru zəmində müzakirə edib, onu bir hər kəs belə deyək də öz mənim belə sərhədlərini biləcək. Yəni bu nikah müqaviləsi əslində ona xidmət edir ki, məhz cütlüklər bu münasibətlərdə öz sərhədlərini bilirlər. Və sabah belə deyək də Allah qorusun boşanma, indi illa da boşanma olmaq da lazım deyil. Nəticə etibarilə qabaq biz xarici kinolarda görürdük. Şimdi bizdə də yavaş-yavaş o formalaşır. Xanımın öz biznesi var, bəyin öz biznesi var, hərəsinin özünə məxsus öhdəlikləri var. Yəni və sadəcə tərəflər bu sərhədlərini düzgün biləndə o ailə ittifaqı da belədir, daha doğru şərtlərdən davam edir. Yəni ona görə indi sırf o sualdakı şeyə gətirsək, belə deyək, yanaşmaya gətirsək, bəli, nikah müqaviləsi düşünürəm ki, sevginin kasko sığortasıdır. Bəli.
avtomobil alanda sığorta elətdiririk. Ona görə elətdirmirik ki, biz qəza törədəcəyik. Yəni əvvəlcədən bu baş verə biləcək qəzanın sığortasından ötürüdür. Bir də indiki zamanəyə gələndə ki, indi ən son Ədliyyə Nazirliyinin açıkladığı statistika boşanmaların sayının hardasa 50% nisbətində olduğu bir dövrdür. Bu indi arta da bilər, azala da bilər. Yenə deyirəm, lap əvvəlki dövrlərdə o 5-10% olduğu zamanlarda da yenə bu nikah müqaviləsi o deməkdir ki, aktual olmamalıdır. Yəni bütün o boşanan cütlüklərdə nəzərə alsaq ki, orada ki, biz vəkillikdə, məhkəmələrdə nələrin şahid oluruq? Mediasiya proseslərində nəyin şahid oluruq? Yəni o belə deyək də o çirkinliklərin belə deyək də ortaya çıxmaması üçün nikah müqaviləsi çox dediyimiz kimi kasko sığortasıdır. Yes. Həmçinin mən düşünürəm ki, nikah müqaviləsinin olmağı həm də ona görə zəruridir ki, belə deyək də tərəflər nikah müqaviləsi olarsa, onların bir yerdə yaşamaları, birgə təsərrüfat aparmaları, ümumiyyətlə hər bir xırda detallar kimi hər bir sahədə hər bir tərəfin hüquqları qorunmuş olar. Yəni misal üçün deyək ki, ər kifayət qədər iş həyatında uğurludur, kifayət qədər gəlirləri var, amma qadının hər hansısa bir gəliri yoxdur. Amma nikah müqaviləsi bağlanarsa, bu məsələlər, yəni əmlak, vəsaitlər və s. əvvəlcədən öz həllini taparsa həmin müqavilə üzrə, sabah ər bundan sui-istifadə eləməz. Hər hansısa bir xırda bir mübahisə yarana bilər. Ərin belə loru dillə desək, əli güclü olduğuna görə bundan sui-istifadə eləyər, qadının üzərinə təzyiq eləyər və s. Hətta bunun qarşısını alar məncə fikrimcə. Hələ sözdən qüvvət məsələn nə qədər praktikada qarşılaşırıq. Tam ər sübut edir ki, aldığı kreditləri ailəyə xərcləyib, amma xanımın xəbəri yoxdur. Nəticə etibarilə nikah müqaviləsi belə deyək də normalda biz ancaq əmlaklar üzərindən belə deyək də daha çox əmlak bölgüsü ilə bağlı söhbətlər edirik bir qayda olaraq. Məhkəmələrdə daha çox mübahisələr var, amma birgə nikah dövründə tərəflərin o girdiyi borclar da birgə borcdur da. Yəni bizim ailə məcəlləsində də olar və bəzən də o da baş verir ki, tərəflərin hər hansı birisi və əlində kifayət qədər sübut da olur ki, mən bu krediti, milyon manat krediti ailə təsərrüfatı ilə xərcləmişəm, nə bilim, bu villanı tikmişəm, bunu eləmişəm və s. O borcu da bölür. Yəni əslində o indi bizdə burada sanki ilk bunu biz deyəndilər, xanımlar pis vəziyyətdə qalacaq, amma ki tam tərzi xanımlar bəzən belə qeyri-adi iddiaların da qarşısında qalmaqdan özlərini bundan sığortalayacaqlar. Yəni borc belə deyək də, əgər kişi bu kişinin borcudursa, onun məsuliyyəti kişi daşıyacaq. Yəni bir neçə aspektdən baxanda bu nikah müqaviləsinin cəmiyyətə önəmli faydası var. Bunun yəni bu institutdan yararlanmalıdır. Elə yenə bir praktikamda olan bir məsələ deyim. Bir iş adamı idi. Hardasa bir belə deyək də yaxın bir 2 ay əvvəl oldu, belə bir hüquqi dəstək göstərilmişdə oldu. İş adamıdır, onun fərqli biznesləri var və indi ailə və ikinci ailəsi idi. Adamın birinci ailəsindən belə deyək, boşanan vaxtda kifayət qədər problemlər olmuşdu və indi ikinci yoldaşına bu məsələni açdı ki, yəni və ortaqlı biznesləri var. Dedi, yəni sabah mənim yəni birinci yoldaşla olan problemin də kökündə o idi. Dedi, yəni biz ortaqlı mən bizneslərdə ortağam. Mənim yoldaşımla, yəni birinci yoldaşımla olan problemlər bizim iş həyatıma da təsir elədi. Yəni mənim ortaqlarımla münasibətimin pozulmasına səbəb oldu. İndi bizim hörmətli vəkillər bəzən belə deyək də o şirkət paylarının bölünməsində də iddialar qaldırırlar. Qanunən haqlıdırlar. Amma indi biz bu bəy tərəfindən də baxanda nəticə etibarilə adam illərlə zəhmət çəkib müəyyən bizneslərdə ortaqdır və indi belə bir qəribə situasiya ilə qarşılaşmışdı. İndi ikinci dəfə ailə quranda bütün bu məsələlər çox səmimiyyətlə belə yeni həyat quracaq xanıma izah elədi və xanım da onu başa düşdü, belə deyək də. Və nəticə etibarilə orada müəyyən belə deyək də razılıqlar oldu. Hətta nikah müqaviləsinin səhərisi bəy xanıma bir ev də bağışladı ki, yəni alnına başqa şübhə qalmasın. Yəni bu baxımdan düşünürəm ki, münasibətləri başdan sivil quranda, yəni bu nikah müqaviləsi işte yəni belə deyək də boşanmaq üçün indidən plan qurur mənasına gəlmir. Amma burada bir məsələni də qeyd eləmək lazımdır ki, fikrimcə, həmçinin nikah müqaviləsi quranda təbii ki, insanlar ailə həyatı ona görə qururlar ki, xoşbəxt olsunlar, yeni bir həyata addım atsınlar. Amma heç kim bu istəyini realizə edəndə belə deyək də, maddi təminatı az olan, çətin şəraitə o qədər də meyil göstərmir insanlar, təbii olaraq. Maddiyyat önəmlidir hardasa, indi hərəyə görə nisbi bir anlayışdır. Amma məhz maddiyyata görə, deyək ki, qadının kifayət qədər böyük maddi resursları var, amma kişinin o qədər də
maddi resursları böyük deyil. Onun məqsədi əvvəlcədən belə deyək, görünməyən pərdə arxası motiv ondan ibarətdir ki, mən bu qadından, yəni maddiyyata görə ailə Bu da var, bəli, bu da var, bəli. və bunun da qarşısını almaq üçün bu cür halların hesab edirəm ki, bu nikah müqaviləsinin bağlanması çox məqsədə uyğun. Bəli, İndi sözdə ballan kəsim. Bu da var. Deyir, əvvəllər daha çox xanımlar varlı kişiləri belə deyək də evlənməyə arzulayırlarsa, indi bu balans dəyişib. Yəni bəylər də varlı xanımlarla və varlı ailələrin qızları ilə ailə mən o ərə vermək, ərə getmə sözü sevmirəm. Bu biraz xoş bir ifadə deyil. Yəni bir belə deyək də müəyyən qədər şəxs mi deyək, belə deyək də o daha yəni bir bəy özündən daha varlı bir xanımla və ya da varlı bir xanım ailənin qızı ilə ailə qurmaq istəyə bilir və bunun bir təcrübəmdə o da olub. Yəni belə deyək də bəy tərəfi, xanım tərəfi dedi ki, Qasım bəy bizə belə bir dəstək göstər. Biz istəyirik ki, yəni sabah belə deyək də atadan gələn əmlaklara indi bilirsiniz ali məhkəməndə bir şərik çıxmaz. Ali məhkəmədə bir plenum qərarı çıxdı ki, bu evlilik dövründə verilən o əmlaklar ailəyə mi verilir, yoxsa artıq o məsələ artıq araşdırılır. Qızına verir, amma ola bilsin ki, daha məhkəmənin mövqeyi aşağı belə oldu ki, bu artıq 10 ildən sonra əgər ata qızına hədiyyə verirsə, əslində o həm də ailəyə vermiş kimi olur. İndi bu nöqteyi nəzərdən bu şeyləri də, bu məqamları da vəkillər tərəfləri izah edəndə İstərsiniz adam düşünür. Yəni 10 ildən sonra mənim atam mənə bir ev, yenə bir ev, nə bilim bir bahalı bir şey hədiyyə edəcək. Niyə mən bunu belə deyək də ortaq mal olsun və bu baxımdan belə nikah müqaviləsi məhz bunların da qarşısını alır ki, yəni xanım da özünü güvəncədə hiss edir. Yəni buna sadəcə bəy tərəfindən baxmaq o baxımdan düzgün deyil. Yəni hər iki tərəfə faydası olan bir məsələdir. Bəs Qasım həm də şəffaflıq deyir. Yəni ən məsələsi şəffaflıqdır. Yəni tərəflər, yəni o insanın öz sərhəddini biləndə o psixoloqla yanına gedəndə deyirlər ki, işte yox deməyi bacarın. İşte yox deməyi bacarın əslində nədir? Digər tərəfə siz onun sərhəddini bildirirsiniz də. Yəni bir yox deməyi bacarmaq insanın xoşbəxtliyində bir rol oynayırsa, əslində bunun arxa planını düşünürəm ki, bir hüquqşünas kimi bu insanların öz sərhədlərini, belə öz hədlərini bilməsidir və bu nikah müqaviləsi də o baxımdan hesab edirəm ki, həm də o münasibətlərdə şəffaflığı nəticələndirir. Yes, tamamilə doğru. Qasım müəllim, bəs dünya təcrübəsində necə bu nikah müqaviləsi ilə bağlı nə deyə bilərsiniz? Vallahi açıq deyib birbaşa belə bir təcrübəm, yəni xarici vətəndaşlarla olan bir işlər çox görməmişəm amma ümumi olaraq bu sadəcə bizim qanunvericiliyə deyil, bir çox başqa ölkələrin də qanunvericiliyində əsas yer tutan bir məsələdir. Yəni biz bunu daha çox kinolarda görürdük. Amma evlilikdən əvvəl bunlar gedirlər vəkilin yanına, vəkil müqavilələr hazırlayır filan. Düşünürəm ki, belə deyək də əslində bu xaricdə geniş yayılmış bir məsələdir. Və qardaş Türkiyədə baxanda xüsusən yəni biraz çox şeydə biz iki xalqımızda çox eyni xalqlıqda nəticə etibarilə. Amma orada da işte zəngin və müəyyən bir maddiyyatdan yuxarı olan ailələr içində bu kimi məsələlərin nikahdan öncə tənzimləməsi kifayət çox yer alır, belə deyək də, çox müşahidə olunan bir məsələdir. Və belə deyək, sözü buraya gətirəm, bu bizim kəşf etdiyimiz, bizim qanunvericiliyin belə deyək də ortaya çıxartdığı bir məsələ deyil. Yəni bu dünya təcrübəsində var, bunun faydasını görüblər. Çox illik təcrübədən keçibdir. Bəli, mən əldə etdiyim son statistik göstəricilərə görə dünya üzrə səhv etmirəmsə əldə etdiyim mənbələrdən İngiltərədə bu daha çox, hətta deyərdim 50%-ə qədər nikah bağlanarkən 50%-ə qədər İngiltərədə, ABŞ-da da aktualdır, Fransada və digər Avropa ölkələrində. Və hesab edirik ki, sizin sözünüzə qüvvət, yəni nikah müqaviləsi bu dünən çıxan bir şey deyil. Bu artıq çox illik bir təcrübədən, sınaqdan keçən bir institutdur, bir prosesdir, reallaşdırılması əslində fikrimcə zəruri olan bir şeydir. Düzdür, indi biz müzakirə edirik, mentalitet var, qohum nə deyər, əqraba nə deyər, qaynata nə deyər, qaynana nə deyər və qarşı tərəf nə deyər, buna necə münasibət bildirir. Amma biz indi əslində bu məsələnin müzakirəsi də insanlarda bu nikah müqaviləsinə olan münasibətin müsbət tərəfə dəyişməsində bir fərqindəlik yaratmaqda, yəni nəticə var bir maarifləndirmə. Bəli, təbii ki, maarifləndirmə. Qaçılası bir şey deyil, yəni qorxulası bir şey deyil. Əslində daha da belə deyək, müsbət nəticələrə söykənən bir prosesdir bu proses. Hesab edirik ki,
Nicah müqaviləsinin bağlanması məqsədə uyğundur. Tövsiyə edirik. Zamanla inşallah ki, bizdə də bu institut öz aktuallığını tapar. Burada bir dənə praktikada qarşılaşdığım bir məsələ var. Onu da yeri gəlmişkən paylaşım. Bəzən bizdə bilirsiniz, rəsmi nikah olmadan da yəni belə də faktiki cütlüklər var. Amma onlar bir-birinə həqiqətən ər-arvad deyirlər, nəticə etibarilə. Hətta o birgə nikahdan uşaqlar, birgə belə də bu faktiki birlikdən uşaqlar dünyaya gəlir. Ata öz familiyasını uşağa verir. Belə deyək də və xanım da düşünür ki, prinsipət bu mənim həyat yoldaşımdır da, yəni belə deyək, uşağıma adını verdi, familiyasını, soyadını verdi. Yəni burada nə problem var? Azərbaycanda bircə yəni nikah deyə bilməmiz üçün, yəni bu nikahın, yəni bu fərqli iki cütlüyündə belə deyək, bu fərqli iki şəxsin, iki fərqli cinsə aid şəxsin nikahının rəsmi dövlət qurumunda, indi bizdə bunu qeydiyyat şöbələri eləyir, qeydiyyat şöbələrində qeydiyyata alınması lazım. Yəni o belə deyək, o dini nikahla, nə bilim, belə deyək, bəziləri deyir işte ağsaqqallar belə deyək buna xeyir-dua verir, yox. Bu nəticə etibarilə ər-arvad münasibəti faktiki yaratsa belə, bu hüquqi nöqtə nəzərdən heç bir nikah söhbəti olmur və gələcəkdə də bu belə deyək də sabah bu əmlak məsələsində, sabah bu ayrılıq baş verəndə, yəni praktiki ayrılıq baş verəndə hər hansı bir ailə olmadığına görə, yəni hüquqi nöqtə nəzərdən bir nikah olmadığına görə onda xüsusən də daha çox qadın tərəfi daha çox belə deyək də əzilən tərəfdə olur. Ona görə birincisi nikahdan danışa bilməmiz üçün bu nikahın qeydiyyat orqanında, yəni xalq dilindəki o zakslarda qeydiyyata alınması lazımdır bir. Və ikinci daha bir yenə praktikada olan səhvlərdən birisi, yəni bilirsiniz ki, mahiyyət elə nikah müqaviləsidir, amma öz əllərində də yazıblar. Yəni 2-3 nəfər də şahid kimi tutublar. Yəni şahid kimi yazıb ki, məsəl üçün də xanım Gülay, nə bilim, bəy Həsən iki tərəfdən də bir nəfər şahid olsa ki, yəni sanki bu nikahlarda olan şahidlər kimi, yəni bunun heç bir əhəmiyyəti yoxdur. Çünki qanun deyir ki, nikah müqaviləsi notarial bağlanmalıdır. Sonra bəzən o da ağlayır ki, bizdə alınmaz da, biz artıq nikaha girmişik, nikah müqaviləsi daha bağlama, necə bağlayaq? Amma nikah müqaviləsi bizim qanuna görə həm nikahdan əvvəl, yəni rəsmi nikahdan əvvəl, həm də sonra bağlana bilər. Yəni heç bir zaman gec deyil. Sadəcə bunu istəmək lazımdır ki, yəni münasibətləri düzgün tənzimləmək adına bunu eləmək lazımdır. Yenə Ali Məhkəmənin plenum qərarından daha bir məsələ burada toxunmaq istəyirəm. Nikah müqaviləsinin o elementi olan bəzi məsələləri tərəflər mediasiyada da belə deyək tənzimləyə bilərlər. Mediasiyadakı barışıq sazişi ilə tərəflər həm də əmlaklarla bağlı, əmlakların taleyi ilə bağlı məsələləri öz aralarında müzakirə edib nəticə etibarilə bir nəticəyə gələ bilərlər. Sözünə qüvvət, yəni məsələ budur ki, bu cəmiyyətdə bu maarifləndirmə artdıqca, fərqindəlik artdıqca düşünürəm ki, biz o arzulanan o belə deyək, vətəndaş cəmiyyətinə də müəyyən bir töhfə vermiş olarıq. Tamamilə doğru. Qasım müəllim, son bir sual. Səncə nikah müqaviləsi sevgini öldürə bilərmi? Yəni burada baxın hansı tərəfdən baxırsan. Amma mənim fikrimcə tam tərsi nikah müqaviləsi əslində yenə indi hal-hazırda müşahidə olunan bu boşanma bununda əslində ailədə o stresi götürən bir məqam ola bilər. Çünki belə deyək də nəticə etibarilə biz insanıq və insan övladı olaraq da qonşularımızdan, sosial mediadan təsirlənirik və sosial mediadan və ya tutaq ki, normal internet saytlarındakı xəbərləri oxuyuruq. İstərsiniz bu təsir eləyir və indi hər kəs də hüquqşünas deyil və orada yazılanların hüquqi tərəfini də çox bilmirlər və nəticə etibarilə baş verənlər insanların psixologiyasına, davranışlarına təsir eləyir. Bu baxımdan nikah müqaviləsinin olması ilk növbədə düşünürəm ki, insanların belə o mənasız qorxulara düşməsinin qarşısını ala bilər. Bu alanda sözsüz ki, artıq stres getmiş olacaq. Birinci, bu baxımdan sevgini öldürürmü? Düşünürəm, sevgini öldürmür. İkinci, daha bir məsələ isə bu məsələ könüllü olduğuna görə belə deyək də gələcək üçün daha doğru belə deyək, istiqamətli münasibətlərinin tənzimlənməsi, belə deyək, öz ünsiyyətin qurulması kimi də deyə bilərik. Bayaq misal verdim, yəni biznes, yəni o insanlar bizim qanunvericilikdə də var da bir təsis, iki fərqli şəxs biznes münasibətlərinə girəndə təhsil müqaviləsi bağlayır. İndi onlar ona görəmi ki, sabah ayrılacaqlar, ona görə təhsil müqaviləsini bağlayır? Yox, sadəcə o ittifaq, o birlikdəlik daha yaxşı necə inkişaf etdirmək olar? O niyyətlə bağlanır və nikah müqaviləsini də əslində bizim bir dostumuzun qəşəng bir sözü var. Bu nikah əslində bir şirkət kimi də baxmaq olar. Yəni iki bir fərqli bir cins belə deyək, bir araya gələrək özləri üçün,
ailələri üçün, nəsilləri üçün və cəmiyyət üçün bir könüllü ittifaqa girirlər ki, belə deyək də o cəmiyyətə və nəsillərinə övlad versinlər, nəticə etibarilə o qəşəng şeydən xoşbəxtliyi əldə etsinlər də. Nəticə etibarilə o izdivacdan gələn uşaq da insanların işte o xoşbəxtlik duyğularına, o xoşbəxtlik hormonlarının artmasına təsir edən məsələdir də. Yəni bütün bu şeylər, bütün bu sadaladıqlarım əslində o ittifaqın möhkəmlənməsinə təsir edən bir haldır. Ona görə nikah müqaviləsi birmənalı şəkildə sevgini öldürməyəcək, tam tərsinə gələcək üçün təhlükəsizlik bariyeri qurmasına, o təhlükəsizlik o qalası qurmağa köməklik edəcək deyə düşünürəm. Qasım müəllim, dediklərinizdən belə başa düşdük ki, nikah müqaviləsi sevgidən qorxanların yox, sevgisinə ciddi yanaşanların bir seçimidir. Tamamilə doğru. Hesab edirik ki, məqsədə uyğun bir addımdır. Bu hər bir şəxs tərəfindən atılmalıdır. Bir də Qasım müəllim, sizdən əlavə olaraq bir şey xahiş etmək istəyirik. Biz bilirik ki, sən kifayət qədər mütaliə edən bir şəxssən. Bizə son dövrlərdə oxuduğun maraqlı bir kitab tövsiyə edə bilərsənmi? Son oxuduğumdan əvvəl, yəni biraz son oxuduqlarım yox, ondan biraz belə deyək, yaxın keçmişdə oxuduğum bir kitab var. O mənə çox təsir eləmişdi və bunu mən bütün ətrafımdan paylaşıram. Joseph Murphy'nin Şuuraltının Gücü kitabı. Yəni bu düşünürəm ki, o deyirik xoşbəxtlik, həyata baxış, çünki bizi xoşbəxt edən bizim həyata baxışımızdır. Çünki başımıza nə gəlirsə bu sadəcə o belə 10%dir, 90% biz ona necə qiymət verdiyimizdir. Bu baxımdan düşüncələrimizin düzgün formalaşması üçün şuuraltımızın düzgün bəslənməsi lazımdır. Və o kitabda ümumiyyətlə şuuraltı nədir, şuuraltının gücü nədir, onu öz xoşbəxtliyimiz üçün, gələcəyimiz üçün necə onun gücündən istifadə edə bilərik. O yöndə, o istiqamətdə çox dəyərli bilgiləri özündə cəmləyən bir kitabdır. Hugh Laboratoriyasının izləyicilərinə onu şiddətlə tövsiyə edirəm. Hə Qasım müəllim, elə mən də o kitabı ötən il səhv eləmirəmsə almışdım. Yarıya qədər oxumuşdum. Sonra bir həmin ərəfələrdə bir müştərim var idi. Onun həyatında ciddi problemlər var idi və mən qərara gəldim ki, həmin kitabı ona tövsiyə eləyim. Tövsiyə elədim, gördüm ki, kitab axtarıb oxuyacaq bir vəziyyətdə deyil, psixoloji durumu deyil. Dedim, yaxşı al, mən bu kitabı verim sənə. Bunu oxu, amma geri qaytararsan. Amma hələ də geri qayıtmayıb. Yaxın zamanlarda danışmışdıq, əlaqə saxlamışdıq. Dedi ki, mən gətirib kitabınızı qaytaracağım. Dedim, hə, bunu qaytarım, biz də oxuyaq, axıra kimi çatdıq. Onda o müştərinizə növbəti bir kitabı tövsiyə edirəm. Səni türk dilində də edir, səni yoran hər şeyi burax. Yəni o da ya çox belə deyək də xoş bir kitab idi. Bir Türkiyəli dostum, mediator dostumun hədiyyə etdiyi kitab idi. Həqiqətən bəzən baxırıq ki, bizi yoran həyatda belə deyək də beynimizi məşğul edən o qədər mənasız məqamlar var. Amma biz ona çox belə fokuslanırıq. Halbuki diqqətlə baxanda, fərqində olanda baxırsınız ki, sadəcə bunu bu stəkanın kənara qoymaq lazımdır da. Yəni o baxımdan o müştərinizə o kitabı da tövsiyə eləyərəm. Tamamilə doğru. Burada qısa bir fikir bildirmək istəyirəm. Deməli, motosikl sürməkdə belə bir qayda var ki, hara baxırsansa ora gedirsən. Yəni avtomatik olaraq vücudun, yəni baxdığın istiqamətə səni aparır. Əgər qabağında, qarşında maneə görürsənsə, maneəyə baxırsansa, sözsüz ki, gedib o maneəyə belə deyək də toxunacaqsan, dəyəcəksən o maneəyə. Amma maneəyə baxmaq lazım deyil. O maneədən yan keçməyə yollarını axtarmaq lazımdır. Hər kəs həyatında yəni kifayət qədər problemlərlə üzləşir və problemlə üzləşəndə problemə baxmaq, problemə köklənmək lazım deyil. O problemdən çıxmaq üçün həll yolları. Çünki o bayaq dediyim kimi o başımıza gələn hadisələrin ümumi olaraq həyatımızda 10% yer tutduğuna biz belə deyək də 10 fərqinə varanda o 10% görməyəcək şəkildə 90%lik digər insana işıq olacaq, insanı daha doğru addıma. Bu o demək deyil, zənginlik olsun, bu o demək deyil, həyatda başarılı olmaq. Sadəcə olaraq xoşbəxtlik deyilən o məfhum insan öz əlindədir. Yəni biz necə xoşbəxt olmaq istəyirik və biz özümüzü harda görürük? Bu baxımdan həm o şuuraltının gücü kimi şuuraltı kimi böyük bir gücdən istifadə etmək olar, həm də ki bizi yoran bütün o şeylərdən buraxmaq lazımdır. Hökmən. Qasım müəllim, son olaraq biz Hugh Laboratoriyası komandası, həmçinin təşkiçisi olduğumuz Hugh şirkət tərəfindən, Sərdar İsmailov və partnyorları Hugh şirkət tərəfindən belə bir müsabiqə həyata keçirmək istəyirik ki, ilk öncə sizlə başladığımıza görə təxminən bir 10 nəfər şəxsin fərqi yoxdur, kişi və ya qadın,
adını təsadüfi bir kağızlara yazaq və bir təsadüfi seçim nəticəsində biz həmin adı çıxacaq şəxsə ödənişsiz hüquqi yardım Maraqlıdır. Uğurlar sizə. Hə, çox sağ olun, minnətdaram. Demək, o uğurlu şəxsin adı Vəfadır. Və indi bu xanım yoxsa bəydir? Vəfadır, bəy də var, xanım da var. Hər qalda hüquq laboratoriyası Vəfa adlı 10 nəfərə demək noyabr ayında pulsuz hüquqi konsultasiya edəcək. Buyurun bu xidmətlərdən yararlanın. Çox sağ olun Qasım müəllim. Dəyərli vaxtınızı ayırdınız, gəldiniz, dəyərli bilgilərlə bizi bilgiləndirdiniz. İnşallah növbəti görüşlərə. Uğurlar arzu edirəm. Çox xoş oldu. Sağ olun, minnətdaram.